Salam, mən Doktor Sahil. Yəqin ki, bəziləriniz xatırlayar ki, 2000-ci illərdə tez-tez şəkərli diabetin ən çox yayılan xəstəlik olduğu barədə dövrü mətbuatda fikirlər səslənirdi. 2006-cı ildə BMT Baş Assambleyası 61-225 saylı qətnamə qəbul etdi və ilk dəfə olaraq qeyri-infeksion bir xəstəliyin qlobal epidemiya kimi tanındı və ona qarşı bir mübarizəyə çağırdı. Beynəlxalq Diabet Federasiyası və Amerika Diabet Assosiasiyası 2000-ci illərdə tez-tez vurğulayırdı ki, şəkərli diabet 21-ci əsrin ən böyük səhiyyə fəlakətidir və biz hazırda bu epidemiyanın mərkəzindəyik. Beynəlxalq Diabet Federasiyası 2011-ci ildə öz proqnozlarında qeyd etmişdi ki, 2030-cu ildə dünyada 438 milyon şəkərli diabet xəstəsi olacaq. Amma hətta belə bədbin proqnozlar da reallıqda tam başqa cür oldu. 2021-ci ildə artıq şəkərli diabet xəstələrinin sayı 537 milyon nəfəri keçmişdi. Bu hələ qeydiyyatda olan xəstələrin sayıdır. Qeydiyyatda olmayan və prediabet mərhələsində olanların sayını da üst-üstə gəlsək, ona görə başa düşərik ki, bax, hər birimizin ya dostu, ya tanışı, ya qonşusu, ya qohumu, ya hər hansı bir tanıdığı bir şəxs və hətta özü şəkərli diabet xəstəsidir və ya prediabet mərhələsindədir. Əvvəlcədən açıqlama verim ki, bu prezentasiyada heç bir klinika, heç bir farmakoloji şirkət və ya dərman vasitəsi gizli və ya açıq yolla reklam olunmur. 2026-cı ildə dünyada 3 aparıcı elmi cəmiyyət olan Böyük Britaniya Səhiyyə və Sosial Müdafiə Departamentinin tərəfindən müəyyənləşdirilən Milli Səhiyyə və Qayğı Mükəmməlliyi İnstitutu, yəni NICE, həmçinin Amerika Diabet Assosiasiyası, Amerika Klinik Endokrinologiya Assosiasiyası tərəfindən 3 ayrıca klinik təlimatlar dərc edilmişdir. Biz bugünkü prezentasiyada bu 3 təlimatı bir yerdən nəzərdən keçirəcəyik. Bəzi fərqlərə diqqət edəcəyik. Azərbaycanın spesifikliyini nəzərə alaraq əsas diqqəti bu prezentasiyada mən Böyük Britaniya təlimatlarına yetirəcəyim. Daha doğrusu bu prezentasiyanın ikinci hissəsində Böyük Britaniya təlimatlarını daha dərindən nəzərdən keçirəcəyik. Çünki hər üç təlimat bir yerdə yox, hətta təklikdə təhlil etmək belə YouTube formatında asan deyil, çünki çox genişdir, çox əhatəlidir və biz burada hər bir halda əsas məqamları, kritik məqamları, kritik tövsiyələri, əsas tövsiyələri diqqətdən keçirəcəyik. Elə bu səbəbdən mən slaydları mümkün qədər əhatəli, geniş düzəltməyə çalışmışam, oxunaqlı etməyə çalışmışam və üzərindən oxumuram və daha çox əlavə məlumat verməyə çalışıram. Yəni, mümkün zaman dövrü ərzində daha çox məlumat əldə etmək məncə daha doğru fikirdir. Əvvəlcə şəkərli diabetin diaqnostik meyarları barəsində danışaq. Bu meyarlar hər üç cəmiyyət tərəfindən demək olar ki, tamamilə unifikasiya edilib və 2026-cı ilin təlimatlarına əsasən diaqnozun qoyulması üçün bu testlərdən birinin patoloji nəticə verməsi kifayətdir. Əgər aşkar hiperglikemiya simptomları yoxdursa, ümumiyyətlə testin təkrarlanması tövsiyə olunur. Test metodu əgər glikolizə olunmuş hemoqlobindirsə, bizdə adətən deyildiyi kimi 3 aylıq hemoqlobin, bu göstərici normalda 5,7-dən kiçik olmalıdır. 5,7-6,4 arası prediabet, 6,5 və daha yüksək isə şəkərli diabet sayılır. Bir məsələni qeyd edək ki, belə göstəricilərin seçilməsi orta göstəricidir. Bəzi şəxslərdə
Hətta məsələn şəkərli diabet mərhələsi olmayan, tutaq ki də 6,4% glikohemoqlobin olduqda belə simptomlar qeyd oluna bilər. Bəzi şəxslərdə isə hələ o 6,5 olsa belə onlar tam prediabet eee, mərhələsindən şəkilli diabetə keçmiyor. Yəni bu kəskin sərhədlərin qoyulması orta ölçüdür. Ümumiyyətlə isə şəkərli diabet, prediabet və bu normal bir glikemik vəziyyət özü bir spektrdir və bu spektrdən necə deyirlər, bu hissəsindən digər hissəsinə keçmək birdən-birə qəfil sıçrayışla olmur. Bu tədrici bir prosesdir və bu rəqəmlər də tədrici bir göstərici kimi nəzərdən keçirmək lazımdır. Amma unifikasiya olması üçün əlbəttə bu rəqəmlərdə bax belə prediabet, diabet mərhələsini nəzərə almaq lazımdır. Müayinə metodlarına gəldikdə isə Amerika Diabet Assosiasiyası və Amerika Klinik Endokrinologiya Cəmiyyəti ümumilikdə glikohemoqlobini əsas diaqnostik alət kimi güclü şəkildə dəstəkləyir. Lakin hemoqlinopatiyalar, hamiləlik və ya anemiyalar zamanı glikohemoqlobinin yanlış nəticə verəcəyini və belə hallarda yalnız plazma kriteriyalarına etibar edilməsini vurğulayırlar. Screening olaraq ADA 2026-cı ildə artıq 35 yaşdan etibarən, yəni əvvəllər 45 yaş idi, 35 yaşdan etibarən risk faktorlarına asılı olmayaraq hər kəsin screening olmasını tövsiyə edir. Artıq çəkisi olanlarda isə artıq ADA heç bir yaş məhdudiyyəti qoymur. Böyük Britaniya təlimatlarında diaqnoz ardıcıllığı qeyd edilir. Yəni burada simptomsuz xəstələrdə diaqnozu təsdiqləmək üçün eyni testin fərqli günlərdə, yəni 1 həftə, 2 həftə aralığı ilə təkrarlanması tələb edilir. Həmçinin Böyük Britaniya təlimatları bəzi spesifik klinik vəziyyətlərdə, məsələn kəskin xəstəliklər, uşaqlar və gənclər, birinci tip şəkərli diabet şübhəsi olanlarda glikohemoqlobininin diaqnostik məqsədlə istifadəsini tövsiyə etmir və birbaşa venoz plazma glikoza müayinəsini daha üstün tutur. Bundan yanaşı diaqnoz zamanı diqqət edilməli olan məqamlar laboratoriya standartı, testlər mütləq laboratoriya şəraitində venoz plazmada yoxlanılmalıdır. Glikometrlər diaqnoz qoymaq üçün, yəni adi bu gündəlik istifadə üçün, şəkərli xəstələr üçün istifadə üçün nəzərdə tutulan glikometrlər diaqnoz qoymaq üçün istifadə edilməməlidir. Prediabet olaraq ADA və Amerika Klinik Endokrinologiya Assosiasiyası prediabetli şəxslərdə, xüsusilə glikohemoqlobin 6%-dən yuxarı olduqda ürək damar riskini azaltmaq üçün həyat tərzi ilə yanaşı metformin başlanmasını daha erkən nəzərdən keçirir. 2026-cı il təlimatlarında, yəni həm Amerika Diabet Assosiasiyası, həm Böyük Britaniya təlimatları, həm də Amerika Klinik Endokrinologiya Cəmiyyətinin təlimatlarına əsasən diaqnozun təsdiqlənməsi qaydaları əgər 2 haldan biri varsa, tək bir analiz nəticəsi ilə şəkərli diabet diaqnozu qoyula bilər. Aşkar simptomlar, yəni poliuriya, polidipsiya, polifagiya və təsadüfi şəkər varsa, yüksək, yəni təsadüfi olaraq ac qarnına olub-olmamasını asılı olaraq yoxladıqda 11,1 millimol litrdən, yəni 200 milliqram desilitrdən daha yuxarıdırsa və bu simptomlar varsa, bu halda artıq bu bəhs edir ki, şəkərli diabet diaqnozu qoyulsun. Təkrar yoxlamağa artıq ehtiyac yoxdur və müvafiq müalicə tədbirləri başlamalıdır. Və yaxud xəstə əgər diabetik ketoasidoz və ya hiperosmolyar vəziyyət kimi təcili klinik vəziyyətdə artıq ilkin prezentasiya kimi müraciət edibsə, qəbul olunubsa, bu artıq şəkərli diabet kimi nəzərdən keçirilməlidir. Amma nə zaman ikinci təsdiqləmə mütləqdir? Əgər xəstədə bu iki dediyimiz klinik vəziyyət yoxdursa və şəkər profilaktik müayinə zamanı yüksək aşkarlanıbsa, diaqnozu təsdiqləmək üçün mütləq ikinci test tələb olunur. Eyni testin təkrarlanması üsulu, məsələn, aclıq şəkəri 130 mg desilitr çıxıbsa, başqa bir gün, təxminən bir həftə sonra yenidən aclıq şəkəri yoxlanılmalıdır. Əgər ikinci nəticə də 126 mg desilitr və daha yuxarıdırsa, diaqnoz artıq təsdiqlənir. Əgər iki fərqli testi eyni vaxtda yoxlanmasına üstünlük verirsə, yəni əgər eyni qan nümunəsində həm glikohemoqlobin 6,5% çıxıbsa,
həm də aclıq şəkəri 126 milliqram desilitr çıxıbsa, bu artıq diaqnoz üçün kifayətdir. Çünki təkrara ehtiyac yoxdur. Burada testlərin ziddiyyəti halları da ola bilər. Məsələn, bəzən bir xəstənin bir analizi normaldır, digəri isə patoloji çıxa bilər. Məsələn, deyək ki, qlikohemoqlobin 6.6%-dir, amma acqarına plazma şəkəri 110 milliqram desilitrdir. Yəni biri şəkərli diabet kriteriyasına uyğun gəlir, biri isə prediabet kriteriyasına uyğun gəlir. Belə olan halda yüksək çıxan test əsas götürülür və həmin test müəyyən müddət sonra, 1 həftə, 2 həftə sonra təkrarlanır. Əgər təkrar analizdə yüksək çıxırsa, bu zaman artıq diaqnoz qoyulur. Xüsusilə qlikohemoqlobin testində yenə vurğulayaq ki, bəzi vəziyyətlər nəticəni süni şəkildə dəyişə bilər ki, bu da yalançı diabet və ya gizli diabet təəssüratı yaradır. Yəni yalançı aşağı qlikohemoqlobin nəticələri hemolitik anemiyalarda, qan axmalarda, yaxın zamanda qan köçürmə olduqda bu eritrosit sayı yaşam müddəti fərqi verdiyi üçün fərqli göstərə bilər. Eyni zamanda yalançı yüksək qlikohemoqlobin də dəmir çaşmazlığı anemiyası, splenektomiya vəziyyətindən sonra eyni ilə saxta olaraq yüksək qlikohemoqlobin vəziyyəti göstərə bilər. Amma bunlara çıxmaq şərti ilə, bu ifrat halları çıxmaq şərti ilə qlikohemoqlobin çox kömək edən bir metoddur. Yekun olaraq onu demək olar ki, simptomsuz xəstədə tək bir yüksək şəkər cavabı ilə dərhal diaqnoz qoyub müalicəyə başlamaq adətən tələsik addım sayılır. Təlimatlar mütləq şəkildə əvvəldən dediyimiz istisnalar xarici laborator təsdiqləmə tələb edir. Gəlin bu məqamları bir qədər daha da rahat anlamaq üçün klassik bir situasiyaya diqqət edək. Tutaq ki, 45 yaşında kişi simptom olmadan özünü yoxlamaq üçün qlikohemoqlobin müayinəsini keçib və nəticə olaraq qlikohemoqlobin 6,9% qeyd olunub. Bu halda simptomların olmadığını nəzərə alaraq bu nəticə ilə dərhal diaqnoz qoyulmamalıdır və mütləq təkrar test tələb olunmalıdır. Çünki burada laboratoriya səhvi və yaxud keçici faktorlar anlayışı bunu istisna etmək üçün lazımdır. Belə halda nə etmək var? Biz həkim olaraq bizim seçimimiz ondan ibarətdir ki, eyni testin təkrarı ən çox tövsiyə olunan üsuldur. Əgər qlikohemoqlobin bu xəstədə deyək ki, bir neçə gündən sonra ölçülsə, yenidən 6,5% çıxarsa, yuxarı çıxarsa, 6,5% daha yuxarı çıxarsa, o zaman diaqnoz artıq təsdiqlənmiş sayılacaq. Və yaxud deyək ki, biz şübhələniriksə anemiya, böyrək çaşmazlığı bu şəxsdə var, hər hansı səbəbdən də şübhələniriksə, bu halda o xəstəliyi yoxlamaqla yanaşı aclıq plazma qlikozasını yoxlaya bilərik və bu halda əgər yenə yüksək çıxsa, artıq 2 ayrı-ayrı testin nəticəsinə görə xəstəni şəkərli diabet diaqnozunu təsdiqləyə bilərik. Optimal müddət adətən ilk testdən 1-2 həftə sonra sayılır, amma maksimum 1 ay olmalıdır, çünki çox uzun müddət nəzarətsiz buraxmaq olmaz və ADA 2026 qeyd edir ki, əgər xəstənin vəziyyəti imkan verirsə, elə həmin qan nümunəsindən, əgər laboratoriyada saxlanılırsa, fərqli bir testlə, məsələn, şəkərlərin təsdiqləmə də aparmaq olar. Lakin təbii ki, praktik olaraq yeni bir gündə analiz vermək daha etibarlıdır. Nəticələrin qiymətlənilməsi alqoritminə diqqət edək. Məsələn, deyək ki, təkrar qlikohemoqlobində 6,5% və daha yuxarı çıxdısa, diaqnoz şəkərli diabetdir. Ssenari B nədir? Deyək ki, təkrar qlikohemoqlobin 5,7, 6,4% aralığında çıxsa, burada artıq təkrar analiz əsasən diaqnoz prediabetdir. Bu halda xəstə yaxın izləməyə alınır. Ssenari C ya C, ondan ibarət ki, ikinci test, məsələn, aclıq şəkər tamamilə normal çıxırsa, ilk nəticənin yalançı yüksək olduğu düşünülür və 3-6 ay sonra təkrar yoxlanış tövsiyə edilir. Bəs yaxşı, niyə simptomsuz xəstədə bu qədər ehtiyatlı davranırıq? Qlikohemoqlobin adətən sol 3 ayın ortalamasını göstərsə də, laboratoriya xətaları, xəstənin həmin dövrdə keçirdiyi kəskin infeksiyalar və laborator cihazın kalibrasiyası nəticəyə
təsir edə bilir. Xəstənin keçirdiyi kəskin infeksiya və stress vəziyyətləri, diabet ömürlük bir diaqnoz və müalicə demək olduğu üçün bu təsdiqləmə mərhələsi klinik səhv riskini sıfıra endirmək məqsədi daşıyır. Ona görə də xəstənin qlikohemoqlobin nəticəsi 6,9% çıxıbsa, təkrar testə gedənə qədər 1-2 həftəlik müddətdə pəhriz saxlaması nəticəsini süni şəkildə aşağı sala bilər. Buna görə də xəstəyə adi həyat tərzini dəyişmədən təkrar analiz verilməsi tövsiyə olunmalıdır. Burada sual meydana çıxa bilər ki, əgər qlikohemoqlobin ortalama 3 ayı təyin edirsə, 3 aydakı orta miqdarı təyin edirsə, 3 ay gözləyib yeni bir nəticə almaq daha doğru olmazdımı? Xeyr, daha doğru olmazdı. Çünki biz burada laboratoriya xətasını inkar etməyirik, istisna etməyi istəyirik. Amma xəstədə əgər doğrudan da şəkərli diabet latent, simptomsuz şəkildə gedirsə, simptomun olmaması şəkərli diabetin mikrovaskulyar dəyişikliklərinin getməməsi demək deyil. Ona görə də diaqnozu mümkün qədər tez təyin edib və mümkün qədər xəstə üçün lazım olan müdaxilələrə başlamaq lazımdır. Məqsəd 1-2 həftə ərzində bu diaqnozu təsdiq etməkdir. Məqsəd 3 aylıq fasilələrlə qlikohemoqlobini ölçmək deyil. Bununla yanaşı endokrinoloqlar tərəfindən adətən digər müayinələr də aparılır və bu müayinələrlə şəkərli diabetin tipi müəyyənləşdirilir. Həmçinin prediabet halında HOMA insulin rezistentliyi testi də aparılaraq metabolik sindromun səviyyəsi barəsində də məlumat əldə edilir. Bu testlərdən oral qlükoza tolerantlığı testi adətən hamiləlik diabetinin diaqnostikasında qızıl standart hesab edilir. Bununla yanaşı əlavə müayinələrə təxirəsalınmaz hallarda, kritik hallarda şəkərli diabet xəstələrində diabetik ketalsitozun təyini üçün keton düşüncüklərinin qanda və yaxud silikdə təyini, eləcə də arterial qan qazları testi, elektrolitlərin yoxlanması daxildir. Həmçinin xroniki fəsadların monitorinqi də tövsiyə edilir. Silikdə erkən böyrək zədələnməsinin təyini üçün silikdə albumin, kreatinin nisbətinin yoxlanması, qanda kreatinin və hesablanmış glomerulyar filtrasiya sürətinin yoxlanması, lipid profilinin təyini, qaraciyər funksional testlərinin aparılması tövsiyə edilir. Bunlar ən azı ildə bir dəfə yoxlanmalıdır. Eləcə də ildə bir dəfə xəstələrdə retinopatiyaya görə oftalmoloji müayinə aparılmalıdır. Neyropatiyaya görə monofilament testi ilə periferik sensor itkilərin olub-olmaması təyin edilməlidir. Çünki bu ayaq xoraları təhlükəli, amputasiya yaradacaq ayaq xoraları riskinin qiymətləndirilməsi üçün çox vacibdir. Müayinə ilə yanaşı, bu müayinələrlə yanaşı monitorinqin təyini çox vacibdir. Ümumiyyətlə, burada ADA 2026-cı il tövsiyələri xüsusilə vurğulayır, texnologiyanı dəstəkləyir. Davamlı qlükoza monitorinqi, burada sensorların istifadəsi ilə real zamanda izləmə nəzərdə tutulur. Həmçinin bəzi hallarda yeni insulin başlandıqda, dərman dəyişdirildikdə, pəhrizdə ciddi dəyişikliklər olduqda, bundan yanaşı hamilə qadınlarda həmçinin, yaxud glikemiya dəyişkənliyi şübhəsi olduqda fruktozamin testi aparılır. Fruktozamin testi, belə deyək, qlikohemoqlobin testindən fərqli olaraq 2-3 həftəlik dəyişiklikləri nəzarət altına götürə bilir və əlbəttə ki, hamıda bu tövsiyə edilmir. Həmçinin avtoimmun proseslərlə tez-tez üst-üstə düşmə olduğu üçün qalxanın bənzər vəzi testlərinin aparılması da tövsiyə edilir. Ümumiyyətlə, müayinə paneli haqqında bu qədər. İndi isə gəlin prediabetdə yanaşma ilə bağlı tövsiyələrə diqqət edək. Gəlin prediabetin idarə edilməsinə Amerika Klinik Endokrinologiya Assosiasiyası təlimatları nöqteyi nəzərindən baxaq. Burada müdaxilənin təməlini qidalanma, sağlam qidalanma,
yüksək fiziki aktivlik, yuxu gigiyenası, diqqət və tütün, siqaret istifadəsindən imtina edilməsi durur. Eyni zamanda kardiovaskülər riskin azaldılması, tədbirləri, yəni arterial təzyiqə nəzarət və lipidlərin idarə edilməsi də mühüm əhəmiyyət daşıyır. Hədəflər əlbəttə ikinci tip şəkərli diabetin qarşısının alınması, həmçinin metabolizmlə əlaqəli qaraciyər pi distrofiyasının sirroza keçməsinin ləngidilməsi, aterosklerotik kardiovaskülyar xəstəlik risk faktorlarının yaxşılaşdırılması, eləcə də çəkinin azaldılması və həyat keyfiyyətinin artırılmasıdır. Ümumiyyətlə, burada alqoritm şəklində baxış nəzərdən keçirilir və xəstədə başlanğıc prediabet mərhələsində olan göstəricilər, həmçinin çəki dəyişikliyindən asılı olaraq piyələnmənin olub-olmamasından asılı olaraq 2 yol seçilir. Əgər artıq çəki, piyələnmə varsa, bu zaman hədəf 7-10% çəki azaldılması olmalıdır və komorbidliyə asılı olaraq, yəni aterosklerotik kardiovaskülyar xəstəlik risk faktorları və ya metabolizmlə əlaqəli qaraciyər pi distrofiyası, yaxud yağlı qaraciyər xəstəliyi də demək olar, varsa semaglutid seçilməlidir. Əgər obstruktiv yuxu apnoesi varsa, tirzepatit seçilməlidir. Yadınızdadırsa, 2025-ci ilin axırında Amerika FDA tərəfindən tirzepatit ilk dəfə olaraq obstruktiv yuxu apnoesinin medikamentoz terapiyası üçün təsdiq olunmuş dərman vasitəsi olmuşdur. Əgər komorbidlik yoxdursa, GIP, GLP-1 reseptor antagonisti və ya GLP-1 reseptor antagonisti və ya fentermin, topiramat uzanmış buraxılma ilə, modifikasiya olunmuş buraxılma ilə nəzərdən keçirilməlidir. Ehtiyac olduqda isə, yəni həddən artıq yüksək çəkisi olan piyələnmə, yüksək dərəcəli piyələnmə göstəriciyi olan şəxslərdə isə bariatrik cərrahiyyə dəyərləndirməlidir. Əgər xəstə prediabet mərhələsində olan xəstə normal çəkidədirsə, piyələnmə yoxdursa, bu zaman şəkərli diabet, ikinci tip şəkərli diabetin irəliləməsini ləngidən oral dərmanlar nəzərdən keçirilir. Bura metformin, pioglitazon və ya akarboza daxildir. Həmçinin birinci tip şəkərli diabet istisna edilməsi üçün də anticism testləri və digər diabet növlərinin skrining müayinəsi aparılmalıdır. İndi isə gəlin hər 3 klinik təlimatı oxşar və fərqli cəhətlərini ümumi şəkildə nəzərdən keçirək. Ümumiyyətlə, diqqət edildikdə 2026-cı il yenilənmələri göstərir ki, müalicə artıq glikoza mərkəzli modeldən çıxır, kardiorenal metabolik modelə keçir. Bu dəyişiklik klinik qərar vermədə fundamental artıq transformasiya deməkdir. Yəni, sadəcə glikozanın miqdarı deyil, komorbid vəziyyətlər mühüm xarakter daşır və daha çox holistik bir modeldən biz artıq danışa bilərik. Bu üç əsas təlimatda ADA 2026 təlimatı ən geniş və belə deyək, canlı təlimat modelidir. Hər il yenilənir və yüksək səviyyəli sübutlara əsaslanır. Amerika Klinik Endokrinologiya Assosiasiyasının təlimatı isə daha çox endokrinoloqlara hesablanır və daha çox praktik həkimlərə hesablanır və daha çox alqoritmik və praktik yanaşma təqdim edir və bir qərar vermək üçün vizual model əsaslıdır. Böyük Britaniya təlimatları isə daha çox qiymət və effektivlik modeli və sistem əsaslı yanaşır və əslində bu təlimatlarda, Britaniya təlimatlarında Britaniyanın təhsil sistemi kontekstinə uyğun olaraq optimallaşdırılmışdır. Beləliklə, 2026-cı il təlimatlarının hamısında vahid ortaq bir dəyişiklik odur ki, yalnız glikohemoglobin göstəricisi üzərində qurulmur, komorbid vəziyyətlər, yanaşı xəstəliklər üzərində qurulur. Xüsusilə bura ürək-damar xəstəlikləri, xroniki böbrək xəstəliyi və piyələnmə daxildir. Diaqnostika baxımından əvvəldən də qeyd edildiyi kimi 3 təlimat əsasən eynidir, amma fərqlər ondan ibarətdir ki,
ADA daha aqressiv skrininq tələb edir və riskli qruplarda erkən testin aparılmasını dəstəkləyir. Böyük Britaniya isə təlimatlar isə daha selektiv skrininqə üstünlük verir. Klinik endokrinologiya təlimatı isə risk əsaslıdır və daha geniş metabolik yanaşmaya üstünlük verir. Glikemik hədəflərə gəldikdə ADA fərdiləşdirilmiş yanaşmanı nəzərdə tutur və standart olaraq glikohemoqlobin göstəricisinin 7-dən az olmasını dəstəkləyir. Klinik endokrinologiya cəmiyyəti isə daha sərt yanaşır və müvafiq xəstələrdə glikohemoqlobin göstəricisinin 6,5%-dən az olmasını dəstəkləyir. Böyük Britaniya təlimatları isə praktik və təhlükəsiz yanaşmaya daha çox üstünlük verir və hipoglisemiya riskinə görə tənzimlənməni dəstəkləyir. Burada yəni əsas fərq klinik endokrinologiya cəmiyyətinin təlimatlarında daha aqressiv kontrol, Böyük Britaniya təlimatlarında isə daha təhlükəsiz kontrol modelidir. Nəzarət mexanizminə gəldikdə isə burada ən böyük dəyişikliklər ADA-ya aiddir. ADA 2026-cı ilin ən böyük yeniliklərindən biri odur ki, davamlı glukoza monitoringi artıq başlanğıcdan tövsiyə olunur və avtomatlaşdırılmış insulin çatdırılması sistemləri üstün sayılır. Yəni, bu yeni texnologiyadır, sensor, pad, xüsusi çatdırılma sistemi tətbiq edilir və bu böyük bir dəyişiklikdir. Əslində, Amerika Klinik Endokrinologiya Assosiasiyası da texnologiyanı dəstəkləyir, amma ADA qədər bu barədə aqressiv deyil. Təbii ki, Böyük Britaniya təlimatlarında bu texnologiya daha selektiv istifadə edilir. Çünki dediyimiz kimi, Böyük Britaniya səhiyyə sisteminə optimallaşdırılır və əsas burada cost effectiveness, yəni qiymət və effektivlik nöqteyi nəzərindən yanaşılır. Farmakoloji müalicə ümumi olaraq hər üç təlimat artıq qəbul edir ki, metformin əvvəllər olduğu kimi tək başlanğıc deyil, yeni model xəstənin risk profilinə görə dərman seçilir. Yəni bu hər üç artıq təlimatda pasiyent əsaslı, pasiyent mərkəzli yanaşmadır. Sadəcə məsələ arasındadır ki, yenə də Böyük Britaniya təlimatlarında dərman seçimi həmçinin cost effectiveness prinsipinə uyğun olaraq xərc və effektivlik prinsipinə uyğun olaraq seçilməsi tövsiyə edilir və eyni zamanda həmçinin orada dərmanları ardıcıl başlamaq tövsiyə olunur. Daha çox ardıcıl başlamaq tövsiyə olunur. Yalnız bəzi hallarda iki eyni dərmanı da eyni zamanda başlamaq mümkün sayılır. Bu barədə əgər baxılırsa, Amerika Klinik Endokrinologiya Assosiasiyasının yanaşması əsas xüsusiyyəti komorbid vəziyyətli alqoritmdir. Əgər xəstədə aterosklerotik kardiovaskulyar xəstəlik, xroniki böyrək xəstəliyi, piyələnmə varsa, dərman seçimi buna görə edilir və bu modeldə glukoza yalnız bir parametrdir. ADA yanaşması da oxşardır, amma daha genişdir. ADA tək ürək, böyrək problemləri deyil, qaraciyər, hətta onkoloji kontekstlərdə daxil edir. Yəni bu mənada ADA ən holistik, ən tamamlayıcı bir təlimat kimi nəzərdən keçirmək olar. Bu barədə Böyük Britaniya yanaşması daha konservativdir. Yəni əvvəl metformin, sonra addım-addım eskalasiya etmək tövsiyə olunur. Amma dediyimiz kimi 2026-cı il yenilənməsi ilə GLP-1 və yeni dərmanlara da daha çox yer ayrılıb. Erkən kombinasiya nöqteyi nəzərinə gəldikdə, Klinik Endokrinologiya Assosiasiyasının təlimatında açıq şəkildə deyilir ki, əgər glikohemoqlobin yüksəkdirsə, erkən kombinasiyaya başlanmalıdır və ADA da bunu dəstəkləyir. Böyük Britaniya təlimatları isə əvvəldən qeyd etdiyimiz məqamlara görə daha konservativ yanaşmanı tətbiq edir. Piyələnmə və çəki idarəsi 2026-cı ildə təlimatlarda ən böyük fokuslardan biridir. Çəki azaldılmasına böyük diqqət yetirilir və ADA təlimatlarında 5-7% çəki itkisi hədəfi qoyulur. Amerika Klinik Endokrinologiya Assosiasiyası piyələnməni ayrıca bir xəstəlik kimi nəzərdə keçirilir. Və bu barədə Böyük Britaniya təlimatları yenə də cost effektiv yanaşma
qiymət effektivlik yanaşmasını nəzərdə tutur. Kardiorenal proteksiyaya gələndə hər üç təlimat razılaşır. Bəzi dərmanlar yalnız qlükoza üçün deyil, həm də ürək, böyrək qoruduğu üçün qəbul edilməlidir və hətta qlükoza miqdarında azalma olmadıqda belə bu preparatlar belə kardiorenal protektiv təsir daşıdığı üçün qəbul edilməsi, davam edilməsi məqsədə uyğundur. Ümumiyyətlə, xülasə şəklində müqayisə edildikdə A da ən geniş və texnoloji yönümlü bir təlimatdır. Amerika Klinik Endokrinologiya Assosiasiyasının təlimatı ən praktik və alqoritmikdir və Böyük Britaniyanın təlimatları da ən sistemli və maliyyə yönümlüdür. Hamısı isə komorbid əsaslı müalicəni qəbul edir. Əsas nəticə odur ki, diabet artıq şəkər xəstəliyi deyil, bu kardiorenal metabolik sindromdur və ona görə də müalicə hər bir halda fərdiləşdirilmiş olmalıdır, risk əsaslı olmalıdır, erkən başlanmalıdır. Və əgər Böyük Britaniya təlimatlarında Azərbaycan reallığında nəzərdən keçirsək, xəstənin maddi vəziyyətindən asılı olaraq, bəli, cost effectiveness, xərc və effektivlik prinsipi də nəzərdən keçirilməlidir. Beləliklə, bu təqdimatın ikinci hissəsində biz Böyük Britaniya NICE 2026-cı il yenilənmiş diabet təlimatını bir qədər daha ətraflı təhlil edəcək. Böyük Britaniya yanaşması digər təlimatlardan fərqli olaraq yalnız klinik effektivliyə deyil, həm də maliyyə effektivliyi və səhiyyə sistemi optimizasiyasına əsaslanır. Bu səbəbdən də NICE qərarları bəzən daha konservativ görünə bilər, amma bu sistem səviyyəsində bir rasional seçimdir. Yəni, orta nöqteyi nəzərdən bir rasional seçimdir. NICE 2026-cı il təlimatları mərkəzində bir prinsip dayanır. Qərarların bölüşdürülərək əldə edilməsi, qərarların əldə edilməsi prinsipi shared decision making deyilir. Yəni, xəstə müalicə seçimində aktiv iştirak edir. Hər dərmanın glikohemoqlobin miqdarına təsiri, çəkiyə təsiri, ürək, böyrək faydaları, yan təsirləri açıq şəkildə xəstə ilə müzakirə olunmalıdır. Bu yanaşma artıq həkim qərar verir, modelinin bitdiyini göstərir. Və NICE çox açıq şəkildə vurğulayır ki, hər mərhələdə həyat tərzi müdaxiləsi xüsusiyyətləri xəstə üçün təkrar edilməlidir, göstərilməlidir. Göstərilməlidir ki, pəhriz, fiziki aktivlik, çəki nəzarəti xəstə üçün farmakoloji müalicə qədər və ya hətta ondan da artıq əhəmiyyətlidir və farmakoloji müalicə heç vaxt bu həyat tərzi müdaxiləsinin yerini tutmur. Çünki bu praktikada ən çox unudulan, amma ən kritik komponentdir. Ümumi farmakoloji strategiyaya gəldikdə isə NICE 2026-cı il təlimatları dərman başlanğıcında konkret prinsip göstərir ki, dərmanlar ardıcıl başlanmalıdır, paralel yox. Bunu da onlar elə izah edirlər ki, eyni zamanda başlanan dərmanlarla bağlı kənar effektlər qeyd ediləndə paralel başlanan dərmanlar hansı effektin hansı dərmana aid olduğunu təyin etmək çətin olacaq. Ona görə də dərmanların onlar ardıcıl başlanmasını tövsiyə edirlər. Və bu tövsiyə Amerika Klinik Endokrinologiya Assosiasiyası və Diabet Assosiasiyasına fərqli olaraq daha konservativ eskalasiya modeli olduğunu göstərir. Növbəti mərhələyə keçməzdən əvvəlsə maksimum dözülə bilən doza əldə olunmalıdır. Amma Böyük Britaniya 2026-cı il modeli də artıq klassik metformin əvvəlcə modelindən çıxaraq müalicəni komorbid vəziyyətlərə görə strukturlaşdırır və burada da mütləq qiymətləndirilməlidir. Kardiovaskulyar status, renal status, piyələnmə, qocalarda kövrəklik və bu əslində digər təlimatlarla eyni ilə müasir kardiorenal metabolik modelə uyğunlaşmaqdır.
Beləliklə, NICE 2026-cı il təlimatları bu cür ssenariləri nəzərdə tutur. Əgər komorbidlik yoxdursa, xəstədə spesifik xüsusi əlamət, belə deyək ki, xüsusi yanaşı xəstəlik yoxdursa, NICE tövsiyə edir ki, ilk növbədə modifikasiya edilmiş buraxılışla olan metformin, yəni adi metformin yox, uzun müddətə buraxılışla olan metformin, hansı ki, bu hallarda mədə-bağırsaq əlamətləri minimuma enir. Bu preparat və daha doğrusu SGLT2 inhibitoru preparatı bir yerdə istifadə olunmalıdır. Əgər modifikasiya edilmiş metformin hər hansı bir səbəbdən qəbul edilməsi mümkün deyilsə, əks göstərişdirsə və yaxud tolerantlıq yoxdursa, bu halda artıq yalnız SGLT2 inhibitoru istifadə edilə bilər. Bu əslində vacib bir dəyişiklikdir, çünki artıq SGLT2 inhibitoru başlanğıcdan istifadə olunur və əvvəllər olduğu kimi metformin tək preparat deyil. Əgər glikogemoqlobin hədəfi əldə olunmursa, bu zaman DPP-4 inhibitoru əlavə edilir. Əgər bu da uyğun deyilsə, o halda ya sulfonylurea, ya pioglitazon və ya insulin artıq başlanılmalıdır. Bu mərhələdə əslində NICE təlimatları daha klassik qalır. Əgər yanaşı olaraq piyələnmə varsa xəstədə, bu zaman başlanğıcda metformin və SGLT2 kombinasiyası 3 aydan sonra isə glikogona bənzər peptid 1 reseptor aqonisti və ya tirzipatit əlavə oluna bilər. Bu artıq çəkiyə yönəlmiş terapiyanın ön plana çıxmasıdır. Aterosklerotik kardiovaskulyar xəstəlik olan xəstə, təsdiqlənmiş artıq bu komorbid vəziyyət olan xəstədə NICE təlimatları aydın olaraq göstərir ki, metformin, SGLT2 inhibitoru və dərialtı semaglutid əlavə olunur və bu da kardioprotektiv terapiyanın prioritet olduğunu göstərir. Xroniki böyrək xəstəliyi olanda yanaşma artıq hesablanan glomerular filtrasiya sürətindən asılıdır. Əgər bu göstərici 30-dan yuxarıdırsa metformin üstəgəl SGLT2 kombinasiyası, 20-30 arasındadırsa metformin artıq verilmir. Əvəzində DPP-4 inhibitoru, dapaglifozin, empaglifozin və deməli, glomerular filtrasiya sürəti 20-dən aşağıdırsa, bu zaman DPP-4 inhibitoru əsas seçimdir və bu spesifik və praktik yanaşmadır. Beləliklə, burada mərhələlər üzrə də preparat seçimi mütləq hesablanmış glomerulyar filtrasiya sürətinə uyğun aparılır. Ürək çatışmazlığı olan xəstələrdə atım fraksiyasından asılı olmayaraq əsas dərman SGLT2 inhibitorudur. Eyni zamanda modifikasiya olunmuş metformində kombinasiya şəklində istifadə edilir. Əgər eskalasiya etmək lazımdırsa, glikemik hədəflər hələ çatılmayıbsa, bu zaman DPP-4 inhibitoru əlavə edilir. Əgər uyğun deyilsə və ya effekt vermirsə, sulfonylurea və ya insulin əsaslı müalicə tətbiq edilir. Mütləq əks göstəriş ürək çatışmazlığı olan xəstələrdə pioglitazon istifadəsi qəti əks göstərişdir. Böyük Britaniya NICE təlimatlarını digər təlimatlardan fərqləndirən daha bir xüsusiyyət, orada geriatriyaya diqqət ayrılmasıdır və frailty bölməsi, kövrəklik bölməsi ilə qeyd edilir ki, müxtəlif hallar nəzərə almaqla yaşlı şəxslərə ilk növbədə modifikasiya olunmuş metformin təklif edilməlidir və yalnız kövrəklik dərəcəsi imkan verirsə, yəni
məsələn, hipotenziya qeyd edilmirsə, o şəxslərə əlavə olaraq SGLT2 inhibitoru da təklif edilə bilər. Əgər metformin əks göstərişdirsə və ya dözülə bilmirsə, bu zaman əgər uyğundursa SGLT inhibitoru istifadə edilə bilər və ya əks təsirlər çoxdursa, əlavə təsirlər riski çoxdursa, DPP-4 inhibitoru istifadə oluna bilər. Və bundan sonra xəstənin ümumi müalicə planını nəzərdən keçirərək əgər ən kiçik dozalarda, ən effektiv miqdarda dərmanlar qəbul edirsə, daha sonra əgər yenə də individual olaraq glisemik hədəflərə çatmayıbsa və yaxud DPP-4 inhibitoru əks göstərişdirsə, dözülmürsə, qeyri-effektivdirsə və ya artıq qəbul edilirsə, buna baxmayaraq effektivliyi hələ tam glisemik hədəflər əldə olunmuyubsa, bu zaman bu üç seçimdən biri əlavə oluna bilər. Pioglitazon və ya sulfonylurea və ya insulin əsaslı müalicə. Və bütün hallarda, xüsusilə yaşlı şəxslərdə hipoglisemiya və yıxılma riski sulfonylurea, xüsusilə insulin əsaslı müalicə tətbiq edildikdə diqqətlə nəzərə alınmalıdır. Əgər müalicə prosesi zamanı ilkin müalicə aparıldıqda aterosklerotik kardiovaskülər xəstəlik inkişaf edirsə, yaranırsa, bu zaman müalicəyə semaglutid 1 mg həftəyə qədər dozada sxemə əlavə olunmalıdır. Sonraki mərhələdə isə yenə də Böyük Britaniya təlimatları ümumi eskalasiya mərhələsini eyni saxlayır. Ya sulfonylurea, ya pioglitazon və ya insulin əsaslı müalicə başlanmalıdır. Böyük Britaniya təlimatlarının daha bir xüsusiyyəti erkən başlanğıclı şəkərli diabetə diqqət ayrılmasıdır. Yəni 40 yaşa qədər başlanğıclı şəkərli diabet nəzərdə tutulur. Burada klassik şəkərli diabetdən fərqli, daha aqressiv gedişdə xarakterizə olunur. Çünki bu xəstələrdə insulin rezistentliyi daha qüvvətlidir. Beta hüceyrələrin disfunksiyası daha erkən inkişaf edir və ağırlaşmalar da daha tez inkişaf edir. Erkən başlanğıc həm də o deməkdir ki, bu xəstə uzun illər hiperglikemiyaya məruz qalacaq. Bu isə erkən ateroskleroz, sürətli nefropatiya və retinopatiya riskinin, eləcə də neyropatiya riskinin artması ilə nəticələnir. Ona görə də yanaşma daha aqressiv və daha erkən olmalıdır. Böyük Britaniya təlimatlarının vurğusu bundan ibarətdir. Və diaqnozda diqqətli olmaq lazımdır. Çünki 40 yaşdan aşağı diabet xəstəsində həmişə sual verilməlidir ki, bu doğrudanmı ikinci tip şəkərli diabetdir? Diferensial diaqnoz latent autoimmun diabet LADA və monogen diabet MODI ilə aparılmalıdır. Əgər klinika uyğun gəlmirsə, diaqnoz yenidən qiymətləndirilməlidir. NICE 2026-cı il təlimatları erkən başlanğıclı şəkərli diabetdə, ikinci tip şəkərli diabetdə deyir ki, başlanğıcda modifikasiya olunmuş buraxılışla olan MR metformin və SGLT2 inhibitoru istifadə olmalıdır və bu bir dual terapiya, bir startdan başlanmalıdır. Və bu qrupda əlavə olaraq erkən mərhələdə GLP-1 reseptor agonisti və ya tirzepatid düşünülməlidir. Bu yanaşma ilə çəkiyə təsir edilir, beta hüceyrələr qorunur və uzun müddətli risk azalır. Əgər metformin hər hansı bir səbəbdən mümkün deyilsə, yəni əks göstərişdə yaxud dözülmürsə, NICE deyir ki, SGLT2 inhibitoru bir inkretin əsaslı terapiya düşünülməlidir və bu artıq klassik monoterapiyadan fərqlənir. Eskalasiya strategiyası, əgər glikemik hədəf əldə olunmursa, növbəti addımlarda GLP-1 və tirzepatid əlavə edilməlidir və ya doz artırılmalıdır. Əgər artıq istifadə olunursa, bu zaman ya sulfonylurea, ya pioglitazon və ya insulin
əlavə edilə bilər. Beləliklə, bu xəstələrdə nəzərə alınsa ki, 20-30 illik ağırlaşma riski var, ona görə də erkən nəzarət aparılmalıdır, erkən kombinasiyalı müalicə aparılmalıdır və bunun da hesabına uzun müddətli nəticələri dəyişdirmək mümkündür. Və bir də nəzərə almaq lazımdır ki, bu erkən yaşlı, erkən başlanğıclı şəkərli diabetdə demək olar ki, həmişə piyələnmə və insulin rezistentliyi mövcuddur. Buna görə də bu şəxslərdə SGLT2 və GLP-1 preparatları prioritet dərmanlardır. Erkən başlanğıc diabet həm də o deməkdir ki, kardiovaskulyar risk yaşa görə deyil, diabet müddətinə görə artır. Ona görə də erkən kardioprotektiv terapiyə başlanmalıdır. Bu xəstədə həmçinin monitorinq də daha sıx olmalıdır. Glikohemoqlobin daha tez-tez ölçülməlidir və davamlı qlükoza monitorinqi düşünülə bilər. Buna görə də nəzərə almaq lazımdır ki, erkən başlanğıclı ikinci tip şəkərli diabet sadəcə gənc diabet deyil, bu daha ağır fenotipdir və ona görə də bu fenotipin aqressiv olmasını nəzərə alaraq daha aqressiv yanaşılmalı və daha uğurlu nəticələr əldə edilməlidir. Beləliklə, NICE 2026-cı il təlimatlarının müxtəlif komorbid vəziyyətlərdə, müxtəlif spesifik vəziyyətlərdə müalicə sxemləri bu formadadır və tətbiqi ilə bağlı əlavə məlumatlara görə təlimatın özünə diqqət yetirməyiniz tövsiyə edilir. Farmakoterapiyanın ümumi prinsiplərinə gəldikdə isə, Böyük Britaniya NICE 2026-cı il təlimatları açıq şəklində bildirir ki, minimum effektiv dərman vacibdir. Yəni, artıq dərmanlardan qaçınılmalıdır, doza optimallaşdırılmalıdır, xəstənin preparatı düzgün və vaxtında qəbul etməsi, preparatdan yayınmaması yoxlanmalıdır və bu bir polifarmasiyaya qarşı yanaşmadır. Mütləq hər mərhələdə simptomatik hiperglikemiya varsa, əgər müalicə sxeminə tabe olmursa, bu zaman insulin və ya sulfonilureya düşünülür. Bu bir xilas edici terapiya, rescue terapi yanaşmasıdır. NICE açıq şəkildə deyir ki, GLP-1 və DPP-4 kombinasiyası heç zaman birlikdə olmamalıdır və metformin hesablanmış glomerulyar filtrasiya sürəti 30-dan aşağı olanda verilməməlidir və dərman seçimi hər zaman kontekstdə bağlıdır. Bir məsələni də nəzərə almaq lazımdır. Bəzən bir komorbid vəziyyətdə istifadə olunan dərman başqa bir komorbid vəziyyətdə istifadə zamanı əks göstəriş ola bilər. Bir əks göstəriş, bir göstərişi artıq ləğv edir deməkdir. NICE 2026-cı il təlimatları ümumi olaraq qeyd edir ki, diabet müalicəsi fərdiləşməlidir, komorbid vəziyyətə əsaslanmalıdır və həmçinin səhiyyə sistemi resurslarını da nəzərə almalıdır. Və bu təlimat praktik, strukturlaşdırılmış və real dünya üçün optimallaşdırılmış kimi nəzərdən keçirmək olar. Bu təlimat artıq real olaraq hər kəs üçün bir modeli deyil, artıq sual olaraq qoyur ki, xəstənin şəkəri neçədir? Yox, bu xəstənin əsas riski nədir? Yəni, NICE 2026-cı il təlimatları da bu müasir dünyada artıq qeyd edilən daha iki təlimatlarında ruhu ilə eynidir. Sadəcə, biraz necə deyirlər, reallığı da maddi effektivliyi, maddi daha doğrusu dəyərləri də nəzərə almağı tövsiyə edir. Real dünyanın, belə deyək də, xəstəyə fərdiləşdirilmiş müalicəni, xəstənin maddi vəziyyətinə, hətta səhiyyə sisteminin maddi vəziyyətinə uyğun müalicəni tövsiyə edir. Məhz buna görə də mən də düşündüm ki, reallıq da bizdə hər halda belə demək mümkünsə, Böyük Britaniya reallığına daha yaxındır bu cəhətdən.
cost effectiveness, yəni ımm, qiymət və effektivlik nöqteyi nəzərindən, yanaşma nöqteyi nəzərindən daha doğrusu. NICE 2026-cı il təlimatları həmçinin xəstəlik günləri qaydalarını irəli sürür. Bu qaydalar nə deməkdir? Diabetli xəstələr üçün müxtəlif xəstəliklər dövründə, yəni infeksiya, qızdırma, qusma və ya iştahsızlıq zamanı tətbiq edilən xüsusi idarəetmə qaydalarıdır. Çünki bu dövrdə qlükoza səviyyələri proqnozlaşdırıla bilməyən şəkildə dəyişir və ciddi metabolik fəsadlar, elektrolit pozulması, xüsusilə ketoasidoz və ya ağır hiperqlikemiya riski artır. Bu səbəbdən hər bir diabet xəstəsinin fərdi müalicə planında xəstəlik günləri qaydaları mütləq yer almalıdır. Çünki xəstəlik zamanı orqanizmdə stres hormonları, kortizol, katexolaminlər artır. Bu isə insulinə rezistentliyi artırır, qlükoza səviyyəsini yüksəldir. Maye itirilməsi də həmçinin bu prosesə kömək edir. Qida qəbulunun azalması, dehidratasiya riskinin artması, bu faktorlar kompleks şəkildə ciddi metabolik qeyri-stabillik yaradır. Əsas prinsiplər ondan ibarətdir ki, heç vaxt insulin tam dayandırılmamalıdır. Qlükoza daha tez-tez monitorinq edilməlidir. Maye qəbulu artırılmalıdır. Riskli dərmanlar isə müvəqqəti dayandırılmalıdır. Qlükoza monitorinqi dedikdə xəstəlik zamanı qlükoza hər 2-4 saatdan bir ölçülməlidir. Əgər davamlı qlükoza monitorinqi istifadə olunursa, hansı ki bizdə mən bilən heç yoxdur, bu trendlər barədə diqqətlə izlənməlidir. Əlavə olaraq keton ölçülməsi stasionarda xüsusilə vacibdir. Əgər qlükoza 250 mg desilitrdən yüksəkdirsə, bu əhəmiyyətlidir. Çünki bu hallar artıq diabetik ketoasidozun erkən aşkarlanması üçün bir cığırdır. Maye və qida qəbulu məqsəd dehidrasiyanın qarşısını almaqdır. Hər saat kiçik həcmdə maye qəbul olunmalıdır. Bura şəkərsiz mayələr, su, bulyon daxildir. Əgər qlükoza düşərsə, təbii ki, şəkərli içkilər qəbul edilməlidir. Əgər xəstə yemək yeyə bilmirsə, karbohidratlı maye alternativləri verilməlidir. Xəstəlik günləri zamanı bəzi dərmanlar risk yaradır. Buna görə də müvəqqəti olaraq SGLT2 inhibitorları ketoasidoz riskinin yüksəlməsinə görə dayandırılmalıdır. Eyni zamanda həmçinin metformin laktik asidoz riskinə görə dehidratasiyalar zamanı dayandırılmalıdır. Xəstə angiotenzin konversiya edici enzim inhibitoru və ya angiotenzin reseptoru blokatoru qəbul edirsə, böyrək perfuziyası azaldığı üçün dehidratasiya fonunda bu dayandırılmalıdır. Diuretiklərin istifadəsi də təbii ki, dehidratasiyanı artırdığı üçün müvəqqəti olaraq dayandırılmalıdır. Və insulin idarəsi ən kritik qayda ondan ibarət ki, insulin tam dayandırılmamalıdır. Əksinə, çox vaxt doza artırılmalıdır. Xüsusilə yüksək qlükoz, əlbəttə bu monitorinqdən bu əldə edilir bu məlumat və keton artıq yaranırsa, yüksək qlükoza qeyd olunursa, insulin korreksiya dozası istifadə edilməlidir. Və bu barədə ümumiyyətlə xəstələrin məlumatı olmalıdır ki, xəstəlik günlərində onların vəziyyəti bax qlükoza monitorinqinə əsasən dəyişilə bilər və aparılmalıdır. NICE 2026-cı il təlimatları həmçinin müalicənin nəzərdən keçirilməsi və dayandırılma şərtlərində qeyd etmişdir. Müalicə dəyişməzdən öncə mütləq rejim optimallaşmalıdır. Yan təsirlər, dozalar, preparatın formula qaydaları, uyğunluğu, pəhriz, xəstənin müalicəyə riayət etməsi mütləq yoxlanmalıdır. Yanlış diaqnoz şübhəsi varsa, tip 1 şəkərli diabet şübhəsi varsa, ilkin diaqnozu yenidən qiymətləndirilməsi, əgər aparılmırsa, aparılmalıdır. Və əgər GLP-1 reseptor aqonisti və ya tirzepatit dayandırılmalıdır, o halda ki, xəstənin çəkisi aşağı düşür, normadan aşağı düşür, bədən kütləsi indeksi 18-15-dən aşağı düşür və ya glikemik hədəfə kömək etmirsə və
bu şəxslər kardiovaskulyar faydalar üçün qəbul edilmirsə, bu preparat artıq dayandırılmalıdır. Bir daha ikinci tip şəkərli diabet müalicəsində GLP-1 reseptor aqonisti və ya tirzipatit və DPP-4 inhibitorunun birgə istifadəsi qadağandır. Bir daha xroniki ürək çatışmazlığı olan xəstələrdə pioglitazonun istifadəsi qadağandır. Həmçinin mütləq böyrək funksiyası aşağı düşmüş şəxslərdə əks göstəriş olan dərmanların istifadəsi barədə diqqət verilməlidir. Beləliklə, diabet təlimatları barədə bu qədər. Əlbəttə, çoxlu incəliklər var ki, bunlar endokrinoloqlara aiddir. Amma məncə ümumi praktika həkimlərinin məlumatı olduğu məqamlar elə bu qədər bəs edər. Şərh və təkliflərinizi gözləyirəm. Özünüzə yaxşı baxın. Sağ olun.